Əziz dostlar, axşamınız xeyir olsun. 21 iyun 2025-ci il Alanya mərkəzdəyəm. Bugün tam Alanyanın mərkəzində axşam gəzintisinə çıxacağım. Saat hardasa 10:30-dur, 11-in yarısıdır və havanın temperaturu da 29-30 dərəcə. Gözəl hava, isti hava, çoxlu ətrafda insanlar, turistlər. Bugün cumartesidir, yəni subota, 6-cı gün. Qarşıda Mustafa Kemal Atatürk'ün heykeli var. Alanya Belediyesinin köhnə binası da ora meydan. Və mən bugün istəyirəm buradan sol tərəfə doğru gedim və gecə gəzintimizə başlayaq. Görək buralarda nələr baş verir. Arxa tərəfdə Alanya bazardır və barlar sokağı filan hamısı o tərəfdə qalır. Çünki buradan keçirdim, baxdım çox insan var, maraqlıdır bura. Dedim sizə də çəkim göstərim. Hardasa 10-15 dəqiqəlik bir video çəkməyi düşünürəm. Hər yerdə turistləri görmək olur. Çox turistlər gəlib bir çox ölkələrdən. Və qarşıda sol tərəfə doğru başlayaq getməyə. Üzü Kleopatra tərəfə, Damlataş rayonuna tərəf gedirik. Burada bizdə ən çox restoranlar, kafeler, mağazalar olan yerdir. Burada da təzə kafe açılır, Gloria Jeans. Birazdan Alanya'da gecə həyatı başlayır. 11'də artıq barlar sokağında musiqi sədaları yüksələcək və əyləncələr başlayacaq. Bu video həm də Alanya üçün darıxanlara gələcək. Mən bəzən dostlarla danışıram, çoxu deyir, çox darıxırıq Alanya üçün. Orada gözəl bir restoran var, Ev restoran adlanır. Canlı musiqi falan, hər şey. Çox qəşəng yerdir. Burada waffle, vanilla art waffle. Tam Alanyanın mərkəzi küçəsi, mərkəzi hissəsi buradır. Və buradan gedə bildiyimiz qədər gedəcəyik. Video 10-15 dəqiqədən çox olmasın. Nə varsa göstərəcəm inşallah. Burada Starbucks. Bu da Rumani restoranı. Mahmudlar'da da var. Video çekmişti orada. Hatay'ın Alanya'daki temsil edilen Rumani restoranı. Mahmudlar'da video yapmıştık. Bu da hancı. Meşhur hancı. İran-İsrail savaşı başlayandan sonra artık Alanya'da da çok yerde İranlılara rast gəlmək olar. Burada İran'ın Türkiye'nin Van şəhəri İran'la sərhəddir. O sərhəd keçid məntəqəsində ümumiyyətlə İran'la 3 dənə sərhəd keçid məntəqəsi olmalıdır. Quru sərhəd, oradan keçib gələnlər çox olur. Çünki Alanya'da çox İran vətəndaşlarının mənzilləri, evləri, villaları var və əlbəttə ki, müharibə zamanı ən təhlükəsiz yer olaraq bura üst tuturlar. Ümumiyyətlə belə bir məlumat verim. Çox adam soruşur, oturma izinləri nəyə görə açılmır? Məndə olan məlumata görə Türkiyə dövləti, yəni qonşu ölkələrdə, yaxın ölkələrdə müharibələr bitmədikcə oturma iznini açmaq istəmir. Çünki hardasa müharibə olduğu zaman bütün insanlar hamısı gəlirlər Alanya'ya. İyi akşamlar. İyi akşamlar. Bəli, əziz dostlar,
təsadüfən Nihat abi də qabağımıza çıxdı, ailəsi ilə bərabər. Axşam gəzintisi. Axşamınız xeyir. Nasılsınız? Tam videonu kapatmadım, canlı. Hep aynı yerde karşılaşıyoruz. Nasılsınız, iyi misiniz? Sen nasılsın, iyi misin? Video yapıyorum. Videonun ismi Alanya Gece Gezintisi. Evet, çok güzel. Siz de akşam gezintisiniz. Evet, çok mutlu dolaşıyoruz. Ülkü nasılsın? Sizi Nihat abinin kızıyla da tanıştırayım. Ülkü hanım. Maşallah. Nihat abi inşallah görüşürüz. Sizi çok tutmayayım. Böyle əziz dostlar, Nihat abini de gördü. Ailesiyle gezintiye çıkıp ve devam edirik. Bakın saat 11'e qalıb görün nə qədər adam var Alanya'da. Maşınlar sağa sola. Adi bir 6-cı gündür, cumartesidir, sabah bazar günüdür. Yəni bunun təsiri var əslində, insanlar rahatdır, sabah istirahət gündür, evdədirlər. Hamı gəzməyə çıxıb. Bəli. Alanya da oradan da çox gözəldir. Günü gündən də gözəlləşir, yenilənir, təzələnir. Bütün obyektlər dəyişilir, inkişaf edir, təmir olunur, rəqabətə davamlı hala gətirilir. Çünki burada hər sahədə böyük rəqabət var turizmdə. İstər mağazalar, restoranlar arasında, kafelər və s. Hamı yaxşı pul qazanmaq istəyir və ona görə addım atır. Və burada belə bir dayanacaq var. İnsanlar avtobus gözləyirlər evə getmək üçün. Avropalı turistlər də çoxdur, hər zamanki kimi. Avropalılar ümumiyyətcə Alanya'nı çox sevirlər. Avropanın bir çox ölkələrindən hər zaman bura turistlər axın edir. Bu ara yollar artıq bazarın girişləridir. Bazarın çox girişləri var, hər tərəfdən bazara girmək olur. Baxın, bu necə gözəl işıqlandırma sistemləri qoyulur. Bazarda da çox adamlar gəzir. Alver, alış-veriş hər şey qaydasındadır. Sezon təzə-təzə qızışır. İyul-avqust ayı əsasən həm çox isti olur, həm də çox turist gələn aylardır. Kardeş üstüme çıkmışlar bunlar. Bəli, mən xatırlamıram burada video bu yolu yəni gedə-gedə video çəkmişəm. Çox güman çəkmişəm, amma yəqin ki gündüz vaxtı çəkmişəm. Bu axşam vaxtı da olsun. Burada müxtəlif tədbirlər falan olanda çox çəkmişəm. Artıq mənim videomu izləyənlər Alanya'nı çox yaxşı tanıyırlar. Hətta yerli Alanyalılar belə mənə deyirlər ki, sənin videolarına görə biz Alanya'nı daha yaxşı tanımaya başlamışıq. Burada da gözəl bir restoran var. Canlı musiqi, həyəti filan, böyük menüsü burada göz önündə. Bu restoran adı nədir? Villa Okan Cafe Restoran. İnşallah qismət olsa bir gün buradan ayrı video çəkərik. Və gəldik, çıxdıq 4 yol ayrıcına. Bəli, qarşıda AC Waikiki-nin böyük mağazası var. Burada Hilton Premium Shopping Mall, Kahraman Döviz Exchange və s. Bu tərəf gedən yol gedir Alanya limanına, Barlar sokağı olan tərəfə. Qarşı tərəf isə Damlataşa, Kleopatra plajına tərəf
Mən isə biraz da qarşıya gedib sonra inşallah videomu bitirəcəm. Bu bina da yenidir, gözəl binadır. Baxın. Ticarət, alış-veriş binası. Yolu keçdik. Sunwatch Silver. Aksesuar, suvenir, saat mağazası. Ambar da burada 3 mərtəbəli mağazadır. Hamınızı Alanya'ya dəvət edirik. Alanya'da mənzil, ev, torpaq və s. daşınmaz əmlaka sahib olmaq istəyənlər. Bütün videoların altında mənim nömrəm var. Əlaqə saxlayın. Belə gözəl yerdə, ilin 300 günü günəş olan bir yerdə, şəhərdə mənziliniz olsun. Yaşaya biləsiniz, istirahət edə biləsiniz. Bundan gözəl nə ola bilər? Cruzoe. Restoran Cruzoe. Restoran var. Adını güclə oxudum. Cruzoe. Full Secret mağaza və sushi. Bu da bəli sushi restorandır. Boşdur, heç səs yoxdur. Və belə əziz dostlar, qarşıda, arxa tərəfdə Türk Telekomun ana binası var. Alanya mərkəzi poçtası var və o tərəfə artıq Kleopatra plajı olan ərazidir. Mən isə bura qədər gəldim və istəyirəm yavaş-yavaş arxaya qayıdım. Arxada maraqlı kadrlar olsa sizə göstərim. İndi isə gəldiyim yolun tam qarşı tərəfi ilə geriyə qayıdıram. Biraz da bura baxaq. Burada əşya bazarıdır. Grand Bazar adlanır. Baxın, içəridə cürbəcür əşyalar, yəni paltar, hər şey satılır. Ona görə buranı da göstərmək lazımdır. Bu da Olivier dəri və qızıl mağazaları. Olivier. Merkoja və qızıl. Hər yerdə turistlər, rus dili, xarici dillər eşitmək olur. Baxın əziz dostlar, burada belə bir yerlər var. Bunlar velosiped park eləmək üçün və bağlamaq üçündür. Gözəl şəkildə düşünülüb. Bu da qarşı bazarımızdır. Grand Bazar, Kebab House restoran var orada. Türkiyə Cumhuriyyəti Antalya Büyükşehir Belediyesi Alanya Hizmet Binası və Alanya Ticarət və Sənaye Odasının binası da burada yerləşir, tam mərkəzdə. Və gəldik, çıxdıq gözəl ev restoranının önünə. Və birazdan videomuzu bitirərik. Keçən dəfə buradan qısa video çəkmişdim, paylaşmışdım. Çox qəşəngdir. Axşam daha da gözəl olurmuş bura. Baxın, ev, kafe, restoran. 92-ci il. Adam çoxdur. Canlı musiqi, səhnə, turistlər, yerlilər çoxdur burada. Maraqlı bir restorandır. Tam Alanya'nın mərkəzində. Belə əziz dostlar, bununla da Alanya'dan gəzintisindən videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.